Hər vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Yeni videomuzda yenə qarşınızdayıq. Hal-hazırda gəlmişəm sizə Mərdəkanda Abşeron sanatoriyası yaxınlığında çox qəşəng 17 sotun içində belə qəşəng bir ev təqdim eləməyə. Qeyd etdiyim kimi 17 sotun içində bağlı bağçalı bir evdir. Hal-hazırda qarşı tərəfindən başlamaq istəyirəm. Avtomobiliniz üçün böyük bir ərazisi var. Əlavədən evin o hissəsində də giriş var. Üstündə də axıran otağı var. Hər bir şeyi, mətbəxi falan hazır vəziyyətdədir. İndi isə keçək istəyirəm həyəti gəzək. Çox qəşəng, bağlı bağçalı, güllü çiçəkli bir həyəti var. İndi isə istəyirəm gedək həyətdə başqa nələr var onları da göstərək. Bu hissədə söhbətgah kimi yerləncək, əyləşə biləcəyiniz, dostlarınızla rahat vaxt keçirə biləcəyiniz yeri və bizi belə böyük bir hovuz qarşılayır. Daşma tipli, uzunluğu 10, eni isə 6 metrlik, dərinliyi 1 metr 60 santimetrlik çox qəşəng bir hovuzu var. Ən əsas da bəyəndiyim bura oldu. Çox qəşəngdir. Burada söhbətgah kimi istifadə edə bilərsiniz. Yay aylarında stolunuzu yerləşdirərək. İndi isə keçək evin arxa tərəfindən danışmaq istəyirəm. Arxa ümumiyyətlə bağça kimi, yəni bağlı bağçalı dediyim isə məhz buradır. Meyvə ağacları var, dəyərli izləyicilərimiz. İstədiyiniz çeşid meyvə ağaclarını tapa bilərsiniz. Bura isə evin yay mətbəxidir. Burada da həyətin manqalı yerləşir. Həmən yanında isə həyətin ümumi sanitar qovşağıdır. Sağ tərəfdən də danışdım. Çox qəşəng yaşıllığı, meyvə ağacları, hər bir şeyi var. Və onu da qeyd etmək istəyirəm ki, ev 10 ildir tikilib artıq, amma üzünü çəkək göstərək necə də, yəni 10 ilin evinə bənzəmir də, belə deyim. Çox qəşəng qalıb. Təmiri o qədər keyfiyyətlidir ki, yəni demək olar ki, elə bir təzə tikilib. İndi isə istəyirəm yavaş-yavaş gedək, evin içi ilə də tanış olaq. Arxa tərəfini də göstərdik. Gedək evin içinə görək, evin içi necədir. Bu arada mən də sizlərlə bərabər ilk dəfə daxil olacağım. İndi isə daxil oldum evin içinə. Burada bizi belə kiçik bir hol qarşılayır. Sağ tərəfdə şkafı, sol tərəfdə də şkaflar var. Girdik evin içinə. Evin ümumi sayısı 480 kvadratdır. İlk olaraq onu qeyd etmək istəyirəm. Bura evin zalıdır. Çox böyük, qəşəng bir zalı var. Tam əşyalı şəkildədir. Hal-hazırda zalını göstəririk, fərqli dizaynda. Təbii ki, istəsəniz əgər öz əşyalarınıza dəyişə bilərsiniz. Bu arada səhv etmirəmsə əşyalar qalır. Düzdürsə əşyalar qalır, bəli. Hal-hazırda isə daxil oldum mətbəxə. Çox qəşəng bir mətbəxi var. Mebelindən tutmuş, kondisionerinə qədər hər bir şeyi var. Və həmən yanında çöldən dediyim o qaraja giriş mövcuddur. Qarajı da qəşəng heykədir. Hal-hazırda buradan qaraj kimi yox, texniki otaq kimi lazımsız əşyaları yığılmaq üçün istifadə olunur. Oranı da çəkəyi göstərək, hamam otağını, çox gözəldir. Maraqlı və fərqli dizaynı var. İndi isə qalxdıq ikinci mərtəbəyə. Hal-hazırda ikinci mərtəbədəyik. İstəyirəm yataq otaqlarını çəkəyi göstərək. Burada birinci yataq otağı var. Ev yiyəsi buranı uşaq otağı kimi istifadə edir. Göründüyü kimi. Həmən yanında öz qardirobu olan valideyn otağı kimi istifadə edə biləcəyiniz digər yataq otağı. Bura böyük bir qardirob və burada da yataq otağı var. Tam əşyalı şəkildədir. Bura isə növbəti yataq otağıdır. Burada tam əşyalı şəkildədir. Özünün sanitar qovşağı da var. Kameramız çəksin, onu da göstərsin. Burada növbəti yataq otağıdır, dəyərli izləyicilərimiz. Həmən yanında da ikinci mərtəbənin ümumi sanitar qovşağı yerləşir. İndi isə qalxaq üçüncü mərtəbəyə. Gəldik, çıxdıq üçüncü mərtəbəyə. Videoda göründüyü kimi ev yiyəsi buranı məhz bilyard yeri kimi istifadə eləyir. Burada həmçinin ondan əlavə mini bar var qarşımızda. Burada da rahatlıqla dostlarınızla, yaxınlarınızla vaxt keçirə bilərsiniz.
Çox qəşəng. Belə məncə bura məhz bunun üçün istifadə olunmalıdır. Bu arada döşəmə də parketdir dəyərli izləyicilərimiz. İndi isə istəyirəm eyvana çıxaq. Buranın çox qəşəng geniş bir eyvanı da var. Onu da sizlərə çəkək, göstərək. İndi isə gəldik eyvana. Çox qəşəng, havalı bir eyvanı var. Həyət mənzərəsi də möhtəşəmdir. Elə məhz burada da stol-stulunuzu yerləşdirib yay aylarında çox sərin bir havada əyləşə bilərsiniz. Son olaraq istəyirəm qeyd edim ki, qaz, su, işıq daimidir, sənədləri qaydasındadır, kupçamız da var. Qiyməti isə start olaraq 980 min manatdır. Təbii ki, endirimlərimiz də olacaq. Siz nə edirsiniz? Bizi izləməyi və kanalımıza abunə olmağı da unutmursunuz. Növbəti videolarda görüşərik. Hələlik.